9-cu əsrdə vahid, güclü dövlət yox idi, düzdürmü? Hansı dövlətlərin hər birinin Qafqazla bağlı planları var idi? Hər birinin özünə uyğun. Aha, sağ ol. Osmanlıların, düzdürmü, Qacarların. Neçənci ilə Qacarlar və İngiltərə arasında müqavilə imzalandı ki, bu da imkan verdi ki, İngilislər Qacarların daxili işlərinə qarışa bilər. Birincidə. Nə vaxtı Dağıstanın Georgiyev şəhərində 1802-ci ildə o xanlıqlar güvənirdilər ki, kim onları himayə edəcəkdir və daxili müstəqillərə toxunmayacaqdır. Sən mənə səbəblər dövründə kəndlərin ixtiyarında olan ən çox ağırlığı çəkən hansı torpaqdır ki, o torpaq ən çox vergidən əziyyət çəkən torpaqdır və kəndlərin ümumi ixtiyarında olur. Hansı icma? Səbəblər dövründə üzü bu tərəfə, məhsul onda birinə bərabər olan vergi, mal cəhət. Sən mənə Qarabağ ərazisində inşa edilmiş hansı qalalar var ki, Şuşa və Bayat. Nə vaxt Bayat savaşında Hacı Çələbi məğlub oldu ki, 48-ci ildə. Hacı Çələbi hansı xanlığın qurucusudur? Şəki xanlığının yaranmasının bizim üçün tarixi əhəmiyyəti nədir, Natiq? Niyə dövlətçimizin bərpası deyirik? Kim bizim dövlətçiliyimizə son qoymuşdu ki? Yox. Kim idi səbəblərə son qoyan və yeni dövlət quran? Nadir Şah Əfşar idi. Nadir Şah Əfşar dünyəvi dövlət istədiyi üçün hansı iki vəzifəni ləğv etmişdi? Baş vəzir, düzdürmü? Nadir Şah Əfşarın kimləri orduya cəlb edilməsi əhalinin narazılığına səbəb olmuşdur. Çünki hansı kəndli kateqoriyası heç vaxt rəiyyət. Kəndli kateqoriyası demişkən, Natiq, kəndləri 3 kateqoriyaya bölürük. Elatlar rəiyyət və rəncbərdən nəyinə görə fərqlənir? Az verəcəyinizdə və orada işləyir. Bəs elatların başçıları nə adlanır? Elatların başçıları? Ki onlar özləri yuxarı sosial zümrədir. Nuray? Elbəylər. Natiq, sən mədənə görüm ki, bəs Səfəvilər dövründə alınan, satılan, pay verilən torpaq hansıdır? Feodalların mülküdür. Sən mədənə görüm ki, nə vaxt Nabur-Sülh müqaviləsi imzalanmışdı? 27. Nadir Şah Əfşara qarşı kimlərin başçılığı ilə üsyan baş vermişdi? Nadir Şah'a qarşı ki... Yox, o səbəblərə qarşı idi. Birinci... Sam Mirzələr. Birinci, ikinci, üçüncü. Səncə Sam Mirzələrin səbəbi xanədanı olmadığı və yalancı səbəbi şəhzadələri olduğu halda əhali onları dəstəkləməsinin səbəbi nədir? Xalqın dəstəyini qazanırlar. Sən mədənə görüm ki, Quba xanlığının banisi kimdir? Quba xanlığının banisi... Quba xanlığını kim yaratdı? Hüseynəli, amma Hüseynəli xan. Amma Qubanın ən güclü xanı kim idi? Qubanın ən güclü xanı Fətəli xan. Fətəli xan içəncə Gavduşan döyüşündə, müttəfiq 74-cü ildə Gavduşan döyüşündən sonra Qubalı Fətəli xana hakimiyyətini bərpa etməyə kim köməklik göstərmişdi? Yekaterina. Yekaterina Qafqazda olmasını kim istəmirdi? Osmanlı. Onun üçün də çıxmışdı. Və sən mədənə görüm ki, nə vaxtdır Dərbənd və Bakı Quba xanlığına birləşdirildi? Dərbənd 59-cu ildə, Bakı isə 67. Bakı xanlığının əsası kim tərəfindən qoyulmuşdu? Bakı xanlığı Mirzə Məhəmməd. Aferin. Əyləş.